Time Test Bankı 2026-cı il nəşri mövzu 2 ilk tayfa birlikləri və dövlət qurumları Manna dövləti testlərinin izahına baxaq. Manna tarixinin eradan əvvəl 716 və eradan əvvəl 650-ci illər üçün oxşarlıq təşkil edir. Hər iki ilə aid olan oxşar hadisəni seçməliyik. Assur hökmdarı 2-ci Sarqonun yürüşü eradan əvvəl 716-cı ilə aiddir, amma eradan əvvəl 650-ci ildə hücum edən Assur hökmdarı Assurbanipal idi, ona görə A düzgün deyil. İranzuya qarşı üsyanın baş verməsi, İranzu eradan əvvəl 740-719-cu illərdə hakimiyyətdə olmuşdu, bu da heç birinə aid deyil. Mannanın paytaxtı İzirtunun dağıdılması, düzgün cavabımız elə C variantıdır. Eradan əvvəl 716-cı ildə 2-ci Sarqon, eradan əvvəl 650-ci ildə isə Assurbanipalın yürüşlərin nəticəsində İzirtu ələ keçirilmiş və dağıdılmışdı. Urartunun işğal etdiyi Manna torpaqlarının geri qaytarılması, ümumiyyətlə Urartu eradan əvvəl 714-cü ildən zəifləyir və Mannanın bir daha daxili işlərinə qarışa bilmir. Bu da aid deyil. İskitlərin Mannaya hücumu isə ümumiyyətlə Kimmer, Skit, Sak tayfaları eradan əvvəl 7-ci əsrdə Ön Asiya və Azərbaycan ərazisinə köç etmişdilər. Bu da 716-cı ilə aid hadisə deyil. Düzgün cavabımız C variantı. Kutilərin yaşadığı ərazini xəritədə müəyyən edin. Bilirik ki, eradan əvvəl 3-cü minillikdə Urmiya gölü ətrafında müxtəlif tayfalar yaşamışdı. Məsələn, Lulubilər, Kutilər, Suturukilər. Kutilər isə Urmiya gölünün qərbində yaşayırdı. Urmiya gölü bu ərazidir və onun qərbində yaşayan Kutilər isə bir ilə işarə olunmuş ərazidə yaşamışdı. Düzgün cavabımız A variantı. Uyğunluğu müəyyən edirik. Arrata erkən dövləti, Kuti erkən dövləti, Lulubi erkən dövləti aid olan xüsusiyyətləri müəyyən edəcəyik. Ərazisi Urmiya gölündən Diyala çayına kimi uzanırdı. Bu aiddir Lulubi dövlətinə, Lulubi erkən dövlətinə. Hökmdarı Maşmaş rütbəsi daşıyırdı. Burada yanlışdır hökmdar sözü, çünki Maşmaş dini idarələrə rəhbərlik edən kahinlər idi. Ona görə B variantı hansı variantlarda varsa, B-ni hamısından həmin variantları yanlış kimi çıxırıq. Elə düzgün cavabımız qaldı. D variantı. Gəlin yoxlayaq yenə də doğruluğunu. Deməli, 3-ə A-nı götürdük. Ərazisi Urmiya gölündən Diyala çayına kimi uzanan Lulubi erkən dövləti idi. Kuti erkən dövlətinə aid olan xüsusiyyət isə hakimiyyətin seçim yolu ilə ötürülməsinin tərəfdarı olmaqları. D-ni götürürük 2-yə və eradan əvvəl 3-cü minilliyin birinci yarısında yaranan isə Arrata erkən dövləti olmuşdu. 3-cü minilliyin ikinci yarısında yarananlar isə Lulubi və Kuti olmuşdu. Xronoloji ardıcılığı müəyyən edirik. Urartunun 22 Manna qalasını ələ keçirilməsi, Ulusunun hakimiyyətə gəlməsi, Azanın öldürülməsi, bütün bu hadisələr eradan əvvəl 716-cı ildə baş vermişdi. Sadəcə diqqət edirik nəyə? Əvvəl Aza öldürülür, daha sonra Urartu 22 Manna qalasını ələ keçirir və Ulusunun hakimiyyətə gələndə həmin o 22 Manna qalasını Urartuya güzəştə gedir. Ona görə də bu ardıcılığı yəni gözləməliyik biz. 3, 1, 2-ni götürürük əvvəlcə və 2-ci Sarqonun böyük yürüşə başlaması isə eradan əvvəl 714-cü il böyük yürüş götürülür. Həm Mannaya, həm də ətraf ölkələrə 2-ci Sarqonun böyük yürüşü olmuşdu. Düzgün cavabımız olur burada 3, 1, 2 və 4. Düzgün cavabımız A variantı. Doğru mülahizə deyil. Manna haqqında ilk məlumat Assur mənbələrində verilmişdir. Bu doğrudur. Assur hökmdarı 3-cü Salman Asarı Mixi yazılı kitabəsində eradan əvvəl 843-cü ildə Manna adına rast gəlinmişdi və Mannada hakimiyyətin irsi keçməsi İranzunun dövründən, yəni eradan əvvəl 7-ci əsrin ikinci yarısından başlamışdı. Bu yanlışdır. 7-ci əsrin deyil də 8-ci əsrin ikinci yarısı olmalıdır. Bax, burada yanlışımız budur və elə düzgün cavabımız doğru olmayan mülahizə B variantı olacaqdır. Baxaq C variantına. Mannanın ən böyük vilayətlərindən biri Zamu almışdı. Doğrudur. İranzunun hakimiyyəti illərində ölkənin şimal sərhədləri Araz çayına qədər uzanırdı. Bu da doğrudur. Manna adı əvvəllər Urmiya ətrafı tayfalardan birinə məxsus olmuş, sonralar isə Mannaların yaşadığı ərazilərin hamısına şamil edilmişdi. Bu da doğrudur. 6-ya baxırıq, uyğunluğu müəyyən edin. İranzu, Aza və Ulusuya aid olan hadisələri seçməliyik. Canişinlik sistemi yaradan İranzu olmuşdu. Urartu ilə uzun müddətli ittifaqı olub. Heç birinin uzun müddətli ittifaqı olmayıb. Düzdür. Ulusunu bir müddət meyil göstərmişdi, amma buna uzun müddətli ittifaq demirik. A-nı yazıq birə. Və suiqəst nəticəsində 8-ci əsrin ikinci yarısında öldürülməsi. Düzdür, 8-ci əsrin ikinci yarısı söhbəti doğrudur, amma burada eradan əvvəl olmalı idi. Ona görə də C-ni də götürə bilmərik heç birinə. Baxın, eradan əvvəl sözü yazılmayıb. C olan variantları da çıxaq. Gəlin. Elə C olan variantları çıxanda bizim düzgün cavabımız alındı. Yenə də yoxlayaq. Uauş döyüşündə məğlub olmuşdu. Bəli, Uauş döyüşündə suiqəst nəticəsində öldürüblər Azanı. Onun dövründə Urartu zəiflədi və bir daha Mannanın daxili işlərinə qarışa bilmədi və bu da Ulusunun hakimiyyət dövrünə aiddir. Düzgün cavabımız oldu Y variantı. Yanlış variantı müəyyən edin deyir. Qonşu tayfalar Uruq şəhərini mühasirə edən zaman Enmerkar kömək üçün Arrata hökmdarına müraciət etdiyi bu doğrudur. Şumerdən Arrataya qızıl, gümüş, lacivərd daşı gətirilirdi. Bu yanlışdır, bu əksinə olmuşdu. Bu lacivərd daşı Arrataya, daha doğrusu Şumerə Arratadan aparılırdı. Elə yanlış olan B variantımız olacaq. O birlər. Baxaq, Arratda hökmdarı Ens rütbəsi daşıyırdı. Doğrudur. İlahi Lama Arrattanın mühafizəçisi hesab olunurdu. Doğru fikirdir. Arratta şəhər dövləti idi. Bu da doğrudur. Uyğunluq gözlənilmişdir. Manna dövləti mərkəzləşmiş dövlətə çevrilmişdi eradan əvvəl 9-cu əsrdə. Bu yanlışdır. Mərkəzləşmiş dövlətə çevirən
İranzu olmuşdu. İranzu isə eradan əvvəl 8-ci əsrdə hakimiyyətə gəlmişdi. Deməli, uyğunluq deyil, yanlışdır. İkinci Sarqon Mannaya hücum etmişdir. Aşerinin ittifaqdan çıxmasına görə bu da yanlışdır. Çünki ikinci Sarqon hakimiyyətdə olanda Manna da hakimiyyətdə İranzu, Aza və Ulusunu olmuşdu. Manna tayfalarının adına rast gəlinmişdir. Akkad mixi yazılı mənbələrində, bu da yanlışdır. Assur mənbələrində rast gəlinmişdir. İkinci Sarqon Uşkaya və Tarmakis qalaları arasında yerləşən yaşayış məskənlərini adlandırmışdı. İlxılar evi. Doğru cavabımız elə budur, D variantıdır. Və Assur-Banipal bitərəfliyinə nail olmuşdu. Midiyalılara, bu da yanlışdır. İskitlərin bitərəfliyinə nail olmuşdu. İskitlərlə ittifaqa girib Aşeri Assuriyan tabeliyindən çıxmışdı. Assur-Banipal isə İskitlərin bir hissəsini öz tərəfinə çəkir, onların bitərəfliyinə nail olur və beləliklə də Mannaya hücum edib məğlub etmişdi Mannalıları. Və 9-cu testdə Eyler-Venn diaqramını tamamlayırıq. Aşeri və Uallini müqayisə edirik. Baxaq. Assuriya ilə ittifaqdan çıxması təbii ki, Aşeriyə aiddir. A-nı yazırıq 1-ə. Bir dəqiqə. A-nı 1-ə yazdıq. Tam müstəqil xarici siyasət yürütməyi, tam müstəqil xarici siyasət bu təbii ki, olmuşdu Aşeri. Urartunun aramsız hücumlarına məruz qalıb. Urartunun hücumlarına məruz qalmağı heç biri, bayaq da dedik ki, Urartu eradan əvvəl 714-cü ildən zəifləyir və bir daha qarışa bilmir Mannanın daxili işlərinə. Bu isə Ulusunun hakimiyyət dövrünə təsadüf edir. C olan variantları ümumiyyətlə çıxmalıyıq biz. A, D, Y variantımız getdi. 2 variant arasında qalırıq və Assuriya ilə ittifaqı bərpa edən Ualli olmuşdu və eradan əvvəl 7-ci əsrdə hakimiyyətdə olmağı isə bunların hər ikisinin oxşar cəhətidir. Düzgün cavabımız oldu A variantı. Və xəritəyə əsasən verilənlərdən hansı göstərilən əsrə aid ola bilməz? Xəritədə biz Kimmerlərin skitlərin köçünü görürük. Bu eradan əvvəl 7-ci əsrdə baş vermişdi. Biz 7-ci əsrə aid olmayan bir hadisə seçməliyik. Manna hökmdarı Aşerinin Midiyadakı azadlıq hərəkatına kömək etməsi, bəli, bu doğrudur. 7-ci əsrdə eradan əvvəl Midiyadakı üsyanlara kömək edirdilər. Həm İskitlər, həm Mannalılar. Assur dövlətinin Midiya və Babil tərəfindən təklənməsi, bu da eradan əvvəl 7-ci əsrdə olmuşdu. Eradan əvvəl 612-ci ildə paytaxtını tutub dağıdırlar. Eradan əvvəl 605-ci ildə isə Assuriyanı süquta uğradılar. Həmin dövrdə Assuriyanın mübarizəsində Manna yanlış siyasət yeridərək Assuriyanın müttəfiqi kimi çıxış etmişdi. Yəni bu da eradan əvvəl 7-ci əsrə aiddir. Manna hökmdarının İskitlərlə müttəfiqlik münasibətləri yeritməsi, bəli, Aşeri İşbaka ilə birləşib Assuriyanın tabeliyindən çıxmışdı və buna görə də elə Assur-Banipal Mannaya hücum etmişdi. İzirtunun dağıdılması yenə bu da aiddir. Həm eradan əvvəl 7-ci əsrə, həm eradan əvvəl 8-ci əsrdə İzirtunun Assurlar tərəfindən dağıdılmasına biz şahidi oluruq. Mannadan Canşinlik sisteminin yaranması deyirsə, bu eradan əvvəl 740-719-cu illər İranzunun hakimiyyəti illərinə təsadüf edir. Bu isə 8-ci əsr olduğuna görə dövrə aid edilə bilməz. Göstərilən xəritənin aid olduğu dövrə aid deyil Y variantı. Düzgün cavabımız Y variantıdır. Assuriya ilə ittifaqı bərpa etmələri hansı Manna hökmdarları üçün oxşarlıq təşkil edir? Bu təbii ki, bir Ulusun idi və bir də Ualli olmuşdu. Düzgün cavabımız D variantıdır. Və Manna əhalisinin sosial tərkibinə aid deyil, feodallar aid deyil. Çünki Manna quldar dövlət olmuşdu və feodalizm dövründə mövcud olmamışdı ki, orada feodallar olsun. Amma kəndlilər, qullar, əyanlar və sənətkarlar Mannadakı əhalinin sosial tərkibinə aid idi. Oxşarlığın düzgün verilmədiyi variantı müəyyən edin. Yanlış olanı seçməliyik biz. Kutilər də Lulubilər kimi Urmiya gölünün ətrafında yaşamışdılar. Bu doğrudur. Sular da Turukilər kimi türk mənşəli olmuşdur. Bu da doğrudur. Lulubilər də Kutilər kimi Akkad dövlətini süquta uğratmışdı. Bu yanlışdır. Akkadı süquta uğradan yalnız Kutilər olmuşdu, amma Lulubilərə aid deyil bu. Naxçılar da Gərgərlər kimi Araz çayından şimalda yaşayırdılar. Doğrudur. Arad da dövlət qurumu, Kuti dövlət qurumu kimi eradan əvvəl 3-cü minillikdə mövcud olmuşdu. Bu da doğru fikirdir. Deməli düzgün cavabımız Y variantıdır. Yəni yanlış verilib orada. Daha sonra baş vermişdir. Manna hökmdarı Udakinin adının ilk dəfə çəkilməsi eradan əvvəl 829-cu il. Zikertu vilayətinin Mannadan ayrılması, bu eradan əvvəl 719-cu ildə biz deyirik ki, Durduqa şu anda halda üsyanlar baş verir və bundan əvvəl Zikertu vilayəti əvvəlcə Mannadan ayrılmışdı. Sirdaqqa müqaviləsinin bağlanması eradan əvvəl 714-cü il. Mannanın şimal və şimal-qərb vilayətlərinin 1-ci Ruslan yürüşünə məruz qalması bu eradan əvvəl 716-cı ildə baş vermiş hadisələrə aiddir ki, Aza suiqəst nəticəsində öldürülür. Vəziyyətdən istifadə edən Urartu Mannanın 22 qalasını tutur və bu hadisələr eradan əvvəl 716-cı ilə aid edirik. Ulusunun Urartunun işğal etdiyi ərazilərin Urartuya verilməsi ilə razılaşması bu da eradan əvvəl 716-cı ildədir. Yenə hakimiyyətə gələndə həmin torpaqları 1-ci Rusiyaya güzəştə gedir. Deməli, daha sonra olan hadisə elə 714-cü il C variantı düzgün cavabımız olacaqdır. Manna mədəniyyətinə aid doğru fikirləri müəyyən edin. Manna mədəniyyətinə aid doğru fikirləri müəyyən etməliyik. İranzunun hakimiyyəti illərində Mannada canşinlik sistemi yaranmışdı. Diqqət etməliyik burada nəyə? Bu fikir doğrudur, amma mədəniyyətə aid deyil. Ona görə A-nı götürmürəm, siyasətlə bağlıdır.
İdarə etməklə hökmdarın yanında məşvərətçi orqan olan Ağsaqqallar Şurası fəaliyyət göstərirdi. Bu da idarə etməklə bağlıdır. Həsənli qızıl cam üzərində təsvirlər Mannada heroqlif yazının olmasını sübut edir. Yanlışdır. Ziviyədəki gümüş sini üzərində tapılmışdı heroqlif yazı nümunələri. Həsənli qızıl cam üzərində isə əfsanəvi təsvir var və bu da çoxallahlığın olduğunu sübut edir. Ziviyədən tapılan gümüş sini Mannada çoxtanrılığın olduğunu göstərir. Bu da yanlışdır. Bu Həsənli qızıl camına aiddir. Yəni bu C ilə D-nin yerində sözləri dəyişik yazıblar. Həsənli qızıl camına ziviyədəki tapılan gümüş sini sözləri yeri dəyişsək fikir doğru olar. Ölülərin dəfn edilən zaman onların yanına müxtəlif məişət əşyaları qoyulurdu. Düzgün cavabımız elə mədəniyyətə aid doğru fikir Y variantı olacaqdır. Və Arrata, Kuti və Lulubi dövlət qurumları üçün oxşarlıq təşkil etmir. Yanlışı götürməliyik. Yəni eradan əvvəl 3-cü minillikdə yaranıblar. Bəli, doğrudur. Eradan əvvəl 3-cü minillikdə süqut uğramaları, bəli, doğrudur. Eradan əvvəl 3-cü minilliyin sonunda artıq parçalandılar. İki çay arası ilə əlaqələrin olması doğrudur. Araz çayından cənubda Göyçə göl ətrafı deyilsə yanlışdır. Göyçə yox, Urmiya göl ətrafı olmalıdır. Ona görə də düzgün cavabımız B variantı. Çoxtanrılıq, bəli, hər ikisində olmuşdur. Göstərilən tarixlərdən biri digərləri ilə oxşarlıq təşkil etmir. Baxaq fərqli olan hansıdır? Eradan əvvəl 719, eradan əvvəl 650, eradan əvvəl 714, eradan əvvəl 829 və eradan əvvəl 740-cı illər. Bunların hamısını birləşdirən bir xüsusiyyət var ki, Assur hökmdarlarının yürüşünə məruz qalmışlar. Eradan əvvəl 829-cu ildə 3-cü Salmanassar gəlir. Eradan əvvəl 719-cu ildə və 714-cü illərdə 2-ci Sarqonun yürüşünü görürük Mannaya və eradan əvvəl 650-ci ildə isə Assur-Banipalın yürüşü. Eradan əvvəl 740-da isə yürüş yoxdur. Düzgün cavabımız Y variantıdır. Urmiya göl ətrafında yaşayan tayfalardan deyil. Su, Truki, Lulubi var, Kutilər də var, amma Kaspilər düzgün cavabımız D variantı olacaq. Kaspilər Xəzər dənizi ətrafında yaşamış tayfalar olmuşdu. Xronoloji ardıcılığı müəyyən edirik. Xronoloji ardıcılığı müəyyən edəndə Mannanın Şuandahıl və Durduqqa şəhərlərində üsyan baş verməsi, Durduqqa Şuandahıl eradan əvvəl 719-cu il, 2-ci Sarqon Mannaya böyük yürüşü eradan əvvəl 714-cü il, Assur-Banipalın Mannaya hücumu eradan əvvəl 650, Ahşerinin öldürülməsi eradan əvvəl 650. Xronoloji ardıcılıqla elə 1, 2, 3 və 4 olmalıdır düzgün cavabımız. Çünki Assur-Banipal Mannaya hücum edir və Ahşerinin belə deyək də öldürülməsi Assur-Banipal geri çəkiləndən sonra əhali qarət olunduğuna görə əhali öz üsyan qaldırır və Ahşerini taxtdan salırlar ki, Assurun hücumunun elə səbəbkarı Ahşerinin müttəfiqliyi pozması idi. Belə və Assur hökmdarı Assur-Banipalın hakimiyyətdən getməsindən neçə il əvvəl Manna hökmdarı Aza hakimiyyətə gəlmişdi. Düzgün cavabımız burada C variantıdır və hesablayırıq. Eradan əvvəl 627-ci ildə Assur-Banipal hakimiyyətdən getmişdi və Aza hakimiyyətə gəlməsi isə eradan əvvəl 718-ci ildədir və çıxırıq 718, çıxırıq 627. Düzgün cavabımız olur. 1 buradan qalır və birini verdik buna. 9-dan isə 11-dən isə 2 çıxanda qalır 9. Düzgün cavabımız 91 il edir.